hazırlaşdığınız qrupa aid hiss eləmirsinizsə. Mən sadəcə divara baxıb fikirləşirdim. 10-cu sinif həqiqətən 11-ci sinif üçün çox yaxşı baza hazırlama dövrüdür. Həyat sadəcə imtahandan ibarət deyil. Amma mən gördüm ki, bunların heç birini bilmirəm. Bu əslində özgüvənimi artırmışdı ki, mən həqiqətən də bilirmişəm. Pullu sahələrin yazılması tərəfdarıyam. Ədəbiyyata heç vaxt heç bir marağım olmayıb. Hər kəsə salamlar dostlar. Bugün yeni bir video və yeni bir mövzu ilə qarşınızdayım. Daha əvvəllər kanalıma yüklədiyim 9 və 11-ci siniflər məsləhətlər videosuna əlavə olaraq istəyirəm ki, bugün sizlər üçün də 10-cu siniflərə məsləhətlər videosu çəkək. İstər bu videoda, istərsə də digər videolarda oxşar olan bəzi maddələr var. Hətta birə-bir eyni olan bəzi maddələr var. Amma bu deyərdim ki, bütün abituriyentlərə aid olan maddələrdir. Ona görə də birində demişəmsə, digər videolarda deməyim, eləmək istəmədim. İlk olaraq sizə verə biləcəyim ən önəmli məsləhətim 9-cu siniflər üçün çəkdiyim videoda da bundan bəhs eləmişdim. Əgər ailəniz də razıdırsa, özünüz də istəyirsinizsə, məncə universiteti xaricdə oxuyun. Çünki xaricdə oxumaq insana həqiqətən fərqli cəhətlərdən çox şey qatır. İstər sizin şəxsi inkişafınıza çox faydası olur, istərsə akademik inkişafınıza çox faydası olur. Yeni bir ölkə görmüş olursunuz, yeni mədəniyyət görmüş olursunuz, fərqli insanlar tanımış olursunuz. Təbii ki, xarici ölkələr dediyimdə mən əsasən Avropa və Amerikanı nəzərdə tuturam, yəni ABŞ-ı nəzərdə tuturam, amma başqa bəzi bir neçə ölkələrdə ola bilər ki, həmin ölkələrdə də oxumaq istəyə bilərsiniz. Məsələn, Şərqi Asiya ölkələri ola bilər, yaxud da məsələn Türkiyə ola bilər və s. Bu ölkə seçimləri sizə qalıb, amma mən sizə onu deyərdim ki, əgər istəyirsinizsə, məncə xaricdə oxumağı dəyərləndirin. Çünki həqiqətən çox əla bir fürsətdir və yaşıdlarınızdan sizi çox daha irəliyə aparan bir şeydir. İkinci olaraq sizə verə biləcəyim ən önəmli məsləhət, əslində bunu mən özüm də təcrübə eləyərək bu qənaətə gəlmişəm. Sizə onu deyərdim ki, əgər doğru qrup seçimi eləmədiyinizi düşünürsünüzsə, məncə qrup seçiminizi dəyişin. Doğru ixtisas seçimi nə üçün demirəm? Çünki bildiyiniz kimi Azərbaycanda ixtisas seçimləri əsasən yayda olur və əslində çox adamın əvvəlcədən ağlında xüsusi bir ixtisas ya da bir peşə olmur. Daha sonrasında balına əsasən bir seçim eləyir. Mən məsələn sizinlə öz təcrübəmi paylaşım. Mən hazırlıqlara yazılacağım vaxt hansı ixtisası, peşəni istədiyimi tam olaraq bilmirdim və həmin dövrlərdə anamın da məni razı salmağı ilə polis olmaq qərarına gəlmişdim. Polis olmaq istəyirdim. Daha sonralar amma bəzi problemlər yarandı və mən polis olmaq fikrindən daşındım və həmin dövrlərdə 3-cü qruplar üçün olan fənlərin hazırlıqlarına yazılmışdım. Sentyabr ayının əvvəlləri idi. Çox yaxşı xatırlayıram. İlk dəfə hazırlığa getdim. Ədəbiyyat hazırlığı idi. Hazırlığa getdim və müəllimə bizə yayda bəzi şeylər vermişdi ki, bəs bunları oxuyun, sadəcə məlumatınız olsun. Belə bir cümlə istifadə etmişdi. Mən də oxudum, amma heç bir marağım yox idi. Ədəbiyyata heç vaxt heç bir marağım olmayıb. Oxudum, sadəcə üzdən oxudum və getdim. Dərsə getdik, ilk hazırlıqda müəllim bu yayda bizə oxumağa verdiyi şeylərdən sual-cavablar eləyir. İnsanlar da orada məsələn maraqlı bir şeylər danışırlar. Amma mən gördüm ki, bunların heç birini bilmirəm və heç birinə də bir marağım yoxdur. Çox yaxşı xatırlayıram. Özüm müəllimənin tam yanında oturmuşdum həmin gün. Onlar orada sual-cavabda iştirak edəndə mən sadəcə divara baxıb fikirləşirdim. Bu nədir? Mən hara düşmüşəm? Mən nə iş görəcəm? Yəni bunlar burada nə danışırlar? Bunlar qətiyyən mənim maraq dairəmə girmir. Mən necə öyrənəcəm? Yəni qısacası belə bir düşüncələr içindəydim və həmin vaxt öz-özümə sadəcə şey dedim. Mən 3-cü qrupa nə üçün yazılmışdım? Polis olmaq istəyirdim. Amma indi polis də olmayacağam. Mən müəllim olmaq istəmirəm. Mən jurnalist olmaq istəmirəm. Mən hüquqşünas olmaq istəmirəm. Onda mənim burada nə işim var? Deyə soruşdum özümə. Və həmin gün evə gəldim. Anama dedim ki, mən 3-cü qrup olmaq istəmirəm. 3-cü qrupa hazırlaşmaq istəmirəm ki, hazırlaşa da bilmərəm. Çox sıxıcı gəlir mənə bu fənlər. Belə dedim. Həmin gün hansı qrup seçim deyə düşünəndə mənə ən yaxın olan və 3-cü qrupa da birazcıq oxşar olan 2-ci qrupu seçmək qərarına gəldim. Amma dediyim kimi, mənim daha əvvəllər çəkdiyim videolarda da dediyim kimi, ən önəmli mənim üçün kriteriya budur ki, əgər uşaqlıqdan bəri çox istədiyim bir ixtisas, bir peşə varsa, həmin ixtisasın ardınca getməyi tövsiyə eləyərəm. Amma yox, əgər uşaqlıqdan bəri istədiyim konkret bir peşə yoxdursa, o zaman mən pullu sahələrin yazılması tərəfdarıyam. Özüm üçün də eyni şeyi tətbiq elədim həmin vaxtlar. Ona görə də 2-ci qrup mənim üçün həmin dövrlərdə çox daha perspektivli, yaxşı idi və 2-ci qrup hazırlıqlarına, fənlərinə yazıldım. Əslində sadəcə ədəbiyyat əvəzinə coğrafiyaya yazılmış oldum. O baxımdan mənim üçün biraz daha rahat oldu. Qısacası belə, yəni demək istədiyim odur ki, əgər özünüzü hazırda hazırlaşdığınız qrupa aid hiss eləmirsinizsə və həmin qrupda qara-qara hansı ixtisas oxuyacağınızı düşünürsünüzsə,
Mən deyərdim ki, qrupunuzu dəyişin. Heç də gec deyil. Nə olsun ki, noyabr ayının sonudur. Məncə sizi götürəcək, qrupuna götürəcək müəllim də taparsınız. Bu vaxtdan sonra hazırlaşarsınız da. Bu aradakı 3 aylıq fərqi yayda 3 ay oxumaqla, həmin fənni oxumaqla bağlaya bilərsiniz deyə düşünürəm. Daha sonra isə digər videolarımdan da ortaq olan maddəm isə müəllim seçimidir. Müəllim seçimi dediyim kimi həqiqətən çox önəmlidir. Çünki bəzən ola bilər ki, müəllimlə sadəcə uyuşa bilmirsiniz. Yəni o adamın metodikasını anlamırsınız, dərs keçmə strukturunu anlamırsınız. Bəzən verdiyi ev tapşırıqlarının miqdarı sizə az ya da həddən artıq çox gələ bilər. Nə bilim, sualların izahından qane olmaya bilirsiniz və s. və s. çoxlu səbəblər ola bilər. Əgər həqiqətən müəllimi dəyişməklə problemin həll olacağını düşünürsünüzsə, onda mən deyərdim ki, müəllimi dəyişin. Düzdür, mən bunu özüm təcrübə eləməmişəm, amma mənim dostlarım var idi. Məsələn, riyaziyyatdan bir dənə adam nümunə verə bilərəm. O bizlə riyaziyyat hazırlıqlarında olanda anlamırdı. Müəllimin izahını anlamırdı. Ona görə də müəllimini dəyişdi və nəticəsi həqiqətən də yetər qədər çox artmışdı. Yəni ona görə deyərdim ki, əgər həqiqətən sadəcə problemin müəllimdən qaynaqlandığını düşünürsünüzsə, müəlliminizi dəyişə bilərsiniz. Bir də dostlar, məncə 10-cu siniflərin elədiyi ən böyük səhvlərdən biri də budur ki, düşünürlər ki, bu il onsuz da imtahan yoxdur və birazcıq dərsləri boşlayırlar. Yetər qədər dərslərə vaxt ayırmırlar, əlavə bəzi başqa şeylərə daha çox vaxt ayırırlar və yaxud da ki, ola bilər ki, dostları ilə çox boşlayırlar dərsləri və s. və s. Özünüz az-çox təxmin edə bilirsiniz nə kimi səbəblər olur. Bu həqiqətən məncə çox yanlışdır. Çünki biz 9-cu sinifdə bir imtahan stresi ilə, imtahan məsuliyyəti ilə çox ciddi şəkildə hazırlaşırıq. Amma 10-cu sinifdə boşlamaq əslində 9-cu sinif əziyyətini də hədər eləmək olur bir yerdə. Və 11-ci sinif əslində o qədər qarışıq keçir, o qədər problemləriniz olur, çoxlu şeylər olur. İmtahan stresi bir yandan, müəllimlər 11-ci sinif olduğunuz üçün sizi ekstra yükləyirlər və s. Əslində ona görə də 10-cu sinifdə yaxşı oxumaq və dərsləri boşlamamaq 11-ci sinifə hazırlıq baxımından çox yaxşıdır və işinizi çox rahatlaşdırar deyə düşünürəm. Bu deyəcəyim maddəni digər videolarda da əslində demişdim və həqiqətən mənim ətrafımda da dostlarımdan, tanışlarımdan gördüyüm bir problem idi. Hər nə qədər insanlar tərəfindən çox rahat bir şəkildə bilinən bir maddə olsa da, amma bir çoxları hələ də bu maddəni tətbiq eləmir. Belədir ki, səhv yazdığınız sualları, yaxud da ki, heç yaza bilmədiyi sualları müəllimlərdən soruşmurdular ya da ətrafındakı dost tanışından soruşmurdular və bu həqiqətən çox ciddi problemdir. Çünki siz əgər bir sualın həllini tam olaraq bilmirsinizsə, yaxud da səhv yazmısınızsa, onun həllini o cür, yəni səhv bilirsinizsə, siz o sualı dəfələrlə də yazsanız, normal olaraq dəfələrlə o sualın həllini səhv yazmış olacaqsınız. Ona görə də mən deyərdim ki, əgər səhvləriniz varsa, yaxud da bilmədiyiniz suallar, getdiyin heç cür başa düşmədiyiniz mövzular ya da suallar varsa, o sualı lazım gəlsə 100 dəfə soruşun, çəkinməyin. Çünki o sualların həllərinə baxmamaq, daha sonrasında imtahanda o tip sualın sizin qarşınıza çıxanda yenə səhv yazmağınıza səbəb olacaq. Ona görə də mən deyərdim ki, sualların həllərinə mütləq şəkildə baxın. Daha sonra isə bir digər mənə görə ən önəmli maddələrdən biri də budur ki, yay tətilində dərsləri boşlamamaq, tamamilə tətil elan eləməməkdir. Ya da ən azından belə deyərdim ki, zəif olduğunuz mövzulara məncə yay tətilində də hazırlaşın. Düzdür, məsələn bizdə ən azından elə olurdu. İyunun sonu belə deyim, tətilə çıxırdıq və sentyabrın əvvəlində artıq hazırlıqlarımız başlamış olurdu. 2 aylıq təqribən bir tətil olmuş olurdu. Mənim özümdə tətbiq elədiyim şey buydu. Mənim rus dilim həmin vaxtlar çox zəif idi və ona görə də rus dilindən sözlər öyrənməyə çalışırdım. Sinonimlər, antonimlər, ümumiyyətlə sözlər, birazcık da qrammatikanı həmin dövrlərdə oxumağa çalışırdım. Çünki dediyim kimi rus dilim çətin idi və yay tətilini belə dəyərləndirmək istirdim. Bir də təbii ki, coğrafiyadan xəritə və s. öyrənirdim. Ona görə də deyərdim ki, əgər zəif olduğunuz fənlər yaxud da ki, mövzular varsa, yay tətilində məncə onları oxumağınız sizin üçün çox faydalı olar. Bu, həmin mövzuları unutmamağınız, aktiv yaddaşınızda qalmağa baxımından, həm də imtahan nəticələrinizi artırması baxımından sizə çox kömək olacaq. Bir də onu deyə bilərəm ki, 10-cu sinif həqiqətən 11-ci sinif üçün çox yaxşı baza hazırlama dövrüdür və həqiqətən də 10-cu sinifdə yaxşı oxuyanlar 11-ci sinifdə bunun bəhrəsini yetəri qədər çox görürlər. Yəni, məsələn, zəif olduğunuz fənlərə 10-cu sinifdə daha çox vaxt ayıra bilərsiniz. Həftə sonları ola bilər, bayram tətilləri ola bilər və s. Zəif olduğunuz fənlərə 10-cu sinifdə daha çox vaxt ayırsanız, həm o fəndən nəticələrinizi artırmağına, normal olaraq buna paralel olaraq da ümumi nəticənizi artırmağınıza kömək olacaq. Həm də 11-ci sinifdə artıq bir bazı yaratdığınız üçün 11-ci sinifdə də o fənni daha irəlilətməyiniz üçün sizə kömək olmuş olacaq. Bunu deyərdim.
Daha sonra sizə verə biləcəyim bir digər çox önəmli məsləhətlərdən də biri bu olardı ki, çoxlu sınaq imtahanlarına gedin. Fərqli kurslar olsun, DİM-in özünün olsun, sınaq imtahanlarına mütləq şəkildə gedin. Məsələn, mən xatırlayıram, 10-cu sinifdə oxuyanda DİM bizim üçün tam olaraq qəbul strukturunda sınaq imtahanı təşkil eləmişdi. Düzdür, oradakı mövzuların çoxunu keçməmişdik. Çünki dediyim kimi qəbul tipli bir sınaq imtahanı idi. Həmin dövrlər 40 manat idi ödənişi. İndi necədir? Ya da ümumiyyətlə DİM belə bir sınaq imtahanı keçirirmi? Həqiqətən heç bir fikrim yoxdur. Amma həmin dövrlərdə bizim üçün məsələn dediyim kimi var idi və çox yaxşı idi. Mən həmin o sınaq imtahanına girəndə tam olaraq imtahanda qarşıma nə tip suallar çıxa bilər bunu gördüm. Düzdür, mövzuların bir çoxunu keçməmişdik. Nəticələrim o qədər də super gəlməmişdi. Amma xatırlayıram, məsələn riyaziyyatdan onda 27 düz yazmışdım. Əslində bilmədiyim heç bir mövzu yox idi. Sadəcə bəzi səbəblərdən ötürü 27 düzüm olmuşdu. Məsələn, coğrafiyadan düşündüyümdən çox daha yaxşı yazmışdım və o əslində özgüvənimi artırmışdı ki, mən həqiqətən də bilirmişəm. Dediyim kimi bilmirəm DİM hal-hazırda belə bir imtahanlar təşkil eləyirmi ya yox. Amma əgər təşkil eləsə nəticənizin aşağı gələcəyindən qorxaraq imtahana getməməzlik eləməyin deyərdim. Çox faydalıdır, çox yaxşıdır. Bundan əlavə şərt deyil, yəni DİM-in imtahanı olsun. Güvən ola bilər, başqa hər hansısa bir kurs ola bilər. Yəni onların sınaq imtahanlarına gedin. Dediyim kimi mövzuların hamısını keçməsəz belə, nəticələriniz aşağı gəlsə belə mütləq şəkildə o sınaq imtahanlarına getməyə çalışın. Bir də bu sınaq imtahanlarına getmək həqiqətən imtahan fobiyası olanlar, yaxud da vaxtını idarə edə bilməyən insanlar üçün çox önəmlidir. Məsələn, bəzi insanlar olur ki, deyirlər ki, imtahana gedəndə əlim ayağım əsir, bütün bildiklərimi unuduram, qətiyyən vaxtımı idarə edə bilmirəm, nə bilim kodlaşdırmaya vaxt çatdıra bilmirəm, kodlaşdırma səhvləri edirəm. Kodlaşdırma səhvi məncə hər halda texniki səhv ola bilər. İndi kiminsə kodlaşdırma edə bilməyəcəyini düşünmürəm. Amma ümumiyyətlə bütün imtahan prosesini idarə edə bilmək baxımından və daha təcrübəli olmaq baxımından məncə sınaq imtahanlarına getmək həqiqətən çox faydalıdır. Bir də dostlar, sizə verə biləcəyim ən önəmli məsləhətlərdən biri və sonuncu məsləhətim də bu olardı ki, hətta digər 2 videomda da bu məsləhətimi təkrarlamışam. Çünki mənə görə ən önəmli məsləhətlərdən biridir və heyf ki, mənim özümün də səhv elədiyim mövzulardan biri budur ki, həyatı ertələyirdim, doğum günlərimi qeyd eləmirdim, bayramları yetər qədər qeyd eləmirdim və düşünürdüm ki, sabah mənim hazırlığım var, yaxud da məsələn mənim bu il sonunda imtahanım var, doğum günümü bu il qeyd eləməsəm də olar, nə bilim, o bayramlara, o şənliklərə getməsəm də olar deyə düşünürdüm. Amma elə deyil, çünki həyat sadəcə imtahandan ibarət deyil və həyatımızı sadəcə imtahandan ibarət eləyəndə, sonda istədiyimiz o nəticəni toplamayanda həqiqətən dünyanın sonuymuş kimi hiss edirik. Özümüzü çox bərbad hiss edirik, yaxud da artıq həyatın heç bir mənası qalmır və buna görə də insan özünü depressiv hiss edir. Hətta bir dövrdən sonra o qədər doğum günlərini qeyd eləmirsən ki, artıq daha sonrasında da normal olaraq doğum günlərini qeyd eləmək istəmirsən. Ona görə də mən deyərdim ki, mütləq şəkildə nə qədər çox hazırlığınız olsa da, dərsiniz olsa da mütləq şəkildə o bayramları, o doğum günlərinizi qeyd eləyin. Çünki əgər sən o dərsi çatdırmaq istəyirsənsə, mütləq şəkildə necəsə olur çatdırırsan. Yeri gəlsə, gecələr məsələn yatmalı olduğun vaxtdan daha az yatırsan, amma necəsə o dərsi çatdırmaq istəyirsənsə, həqiqətən çatdıra bilirsən. Bu qədər. Mənim sizə verə biləcəyim məsləhətlərim bunlar olardı. Əslində 9, 10, 11-ci siniflər arasında məncə ən rahat keçirilən sinif 10-cu sinifdir. Çünki əvvəldən gələn bir bazam var. Bu il imtahanın yoxdur və gələn ildə imtahan. Düşünürsən ki, yetər qədər çox vaxtım var. Hazırlaşa bilərəm, nəticələrimi artıra bilərəm ki, nəticələrinizi həqiqətən də artıra bilərsiniz. Amma dediyim kimi, dərsləri boşlamamağa çalışın, yetəri qədər çox çalışmağa çalışın, əlinizdən gələnin ən yaxşısını eləyin və daha sonrasında o imtahanı verəndə istədiyiniz nəticənin daha aşağısında bir nəticə də əldə eləsəz, ən azından içiniz rahat olsun ki, əlimdən gələnin ən yaxşısını elədim. Deməli, bu olurmuş, bu qədər olurmuş. Belə, özünüzə yaxşı baxın dostlar. Növbəti videolarımdan xəbərdar olmaq üçün kanalıma abunə olmağı, videolarıma like atmağı və bu videonu dostlarınızla paylaşmağı unutmayın. Bugünlük məndən bu qədər və kanalımda da bundan əvvəl paylaşdığım video ümumiyyətlə riyaziyyatla bağlı bir videodur. Həm 9, həm də 11-ci sinifdə necə riyaziyyat buraxılış imtahanından 100 bal topladığımla bağlı bir video paylaşmışam. Çox faydalıdır. O videonu da izləməyinizi tövsiyə edirəm. Özünüzə yaxşı baxın. Bay bay.